Azərbaycan futbolunda uzun illərdir bu cür iddialı proqnoz səslənməmişdi. Qış çempionu Sabah FK-nın yeni transferi ilə bağlı yayılan fikirlər futbol ictimaiyyətində əsl sensasiya yaradıb. Söhbət Fransanın Lille klubundan transfer edilən cəmi 20 yaşlı winger Aron Maluda'dan gedir. Gənc futbolçu rəsmi olaraq Sabah FK-nın heyətinə qatıldıqdan sonra azərkeşlərin diqqət mərkəzinə çevrilib. Klubun sosial şəbəkə hesablarında yayımlanan rəyləri isə iddianın necə geniş rezonans doğurduğunu açıq şəkildə göstərir. Azərkeşlərdən birinin yazdığı bu fikir xüsusilə müzakirələrə səbəb olub. Əgər zədəsiz oynasa, bu futbolçunun bazar qiyməti 15-20 milyon avroya qədər qalxacaq. Bu şərh qısa müddətdə minlərlə baxış və paylaşım toplayıb. Bir çox futbolsevər Maluda'nın sürəti, texnikası və hücum potensialı ilə Azərbaycan Premyer Liqasında fərq yaradacağını düşünür. Mütəxəssislərin fikrincə, 4 illik müqavilə təsadüfi deyil. Sabah rəhbərliyi bu transferə yalnız cari mövsüm üçün deyil, böyük gəlir gətirəcək layihə kimi baxır. Düzgün inkişaf, stabil oyun və Avropa vitrinində görünmək Maluda'nı rekord satışa aparan yolun əsas açarı ola bilər. Əgər proqnozlar özünü doğruldarsa, Sabah tarixinin ən bahalı futbolçu satışı, Azərbaycan futbolunun Avropa bazarında yeni imzası, Premyer Liqa üçün tarixi rekord reallaşa bilər. İndi isə əsas sual budur. Aron Maluda bu böyük gözləntiləri doğruldacaqmı? 20 milyonluq iddia gerçəyə çevriləcək, yoxsa sadəcə sensasiyadır?